Bir nəfər gəldi dedi ki, ya Rəsulullah, bir qonşum var. Həmişə mən ona hörmət eləyirəm, ehtiram eləyirəm. Nə əlimdən gəldi ona yaxşılıq eləyirəm. Qonşudur da, hədislərdə də oxumuşam. Həm də ki, elə bilirəm ehtiyaclıdır, kömək edirəm. Amma o heç ondan mən nəsə əvəz də gözləmirəm, amma mənə pislik eləyir. Mənim barəmdə xoşa gəlməz addımlar atır. Mən neyniyim ya Rəsulullah? Mən neyniyim? Peyğəmbər dedi ki, güzəşt elə ona. Güzəşt. Dedi mən yenə də indi mənim imkanım olur arada ona kömək eləyim, istəmirəm axı eləyim. Peyğəmbər dedi ki, yox, sən yenə də köməyini elə. Sən yenə də yaxşılığını. Dedi axı mən narahat oluram. Dedi onun fövqünə çıx da narahat olma. Narahat olma. Sanki peyğəmbər belə deyir. Dedi sən yaxşılığını davam et. Bu adam bir müddətdən sonra bir də peyğəmbərin yanına gəlir. Ya Rəsulullah, yenə mən belə elədim. Amma o adam yenə mənə belə elədi. Neyniyim? Bəlkə bu dəfə mən içimdən gəlmir artıq. Narahat oluram ya Rəsulullah. Peyğəmbər buyurdu ki, yenə də elə. Məndən tövsiyə istəyirsənsə, mən sənə tövsiyə edirəm ki, sən yenə də onun ehtiyacı var yaxşılığa və sən ona kömək eləyə bilərsən. Sən köməyini əsirgəmə. Peyğəmbər yenə belə deyir. Bəzən bunu avam bir yanaşma kimi başa düşürlər. Amma başa düşmürlər ki, zahirdə belə olacaq, amma həqiqətdə isə insan mənəviyyat qazanır, Allahın rızasını qazanır, ali insani dəyərlərə sahib olur. Zaten formada hansısa bir işdə görəcək, belə deyil ki, həmişə onu başını aldatsınlar. Belə deyil. Onu eləyəcək, amma hara qədər gedə bilərsə, bunu eləsən sən ali insani dəyərlərə sahib olursan, gözəlləşirsən, əzəmətli olursan, həmin bu hədisdə deyilən kimi Allah baxan kimi baxırsan, Allah yanaşan kimi yanaşırsan məsələlərə, valideyn övladlarına yanaşdığı kimi yanaşırsan. Üçüncü dəfə gəldi peyğəmbərin yanına. Dedi bir müddət keçmişdi. Ya Rəsulullah, bu adam mən bacarmam. O pisliyindən əl çəkmir ya Rəsulullah. Mən yaxşılıq edirəm, amma o pisliyindən əl çəkmir. Peyğəmbər çox gözəl söz dedi. Dedi ki, o pisliyindən əl çəkmirsə, sən niyə yaxşılığından əl çəkirsən? O pisdir, pislik eləyir. Sən yaxşısansa, sən də yaxşılıqdan əl çəkməməlisən. Yəni insan başqalarının münasibətinə uyğun addım atmamalıdır, özünə uyğun, öz mənəviyyatına uyğun, öz etiqadına uyğun, öz xoşbəxtliyinə uyğun addım atmalıdır. Və bu vallah avamanə bir yanaşma deyil. İnanın ki, bu ən ağıllı yanaşmadır.